Şarkı, işi elan edin. Bugün bura bağlı şarkı, məktəbin qaydaları vacib deyil, deyərək müqayisə yaradır. Bu məsələ konstitusiyanın prinsiplərinə zidd hesab olunur. Məktəbə başlayın. Mən konstitusiyalarından çıxış edirəm. Murad demişdir, qaydalar vacib deyil. Lakin işlədiyi dillər buna görə. Hazır konstitusiyanın 12-ci maddəsində yazılır. Azərbaycan Respublikası konstitusiyanın ayrı məktəbdə insan hüquq və azadlığının təmin olunmasıdır. Lakin hüquq qaydalarına əsaslanmasa, ədalət də olmaz. Möhtərəm hakim, ay sənin hüquqlarını müdafiə edirəm. Çünki o kesinlikle danışmır. Sadəcə suverenlik sözlü mənasını tam anlamır. Kərim elə düşünürdü ki, suverenlik yalnız dövlət və prezidentdir. Amma bilmir ki, suverenlik xalqın, yəni hər birimizin azadlığı haqqıdır. Qaydalara riayət etmək və xalqını dinləmək hər birimizin əsaslarıdır. Kərim, indi sən dinle. De gör, niyə belə etdin? Möhtərəm hakim, mən düşünürdüm ki, qaydalar yalnız böyük insanlar üçündür. Elə bilirdim ki, məktəbdə və evdə qaydalara əməl etməmək dövlətə zərər vermir. İndi başa düşürəm ki, qaydalar hər yerdə vacibdir. Sahib bildirilsin. Möhtərəm hakim, mən də oradaydım. Kərim bunu zarafətlə etmişdi. Amma müəllim dedi ki, əsas suveren insan qanunlara hörmət edən insandır. Suverenlik təkcə müstəqillik deyil, vətəndaşın məsuliyyətidir. Tamamilə doğru deyil. Məktəbə hakim, bizim konstitusiyamız 1995-ci ildə qəbul olundu. O gündən bəri Azərbaycan müstəqil və suveren bir dövlət kimi yaşayır. Bu o deməkdir ki, xalqımız öz qanunlarını öz yaradır və hər bir vətəndaşı qanunlara əməl etməkdə bizim suverenliyimizi yaşayır. Möhtərəm hakim, Kərim zərfini etiraf etdi və çox peşman olduğunu bildirdi. Məhkəmədə ona cəzai hüquq və vəzifələrini daha yaxşı anlaması üçün tapşırıq verməsini xahiş edirəm. Qərar qəbul oldu. Kərim, sən səhvini başa düşdün. Unutma, konstitusiya yalnız ştat deyil, xalqın vicdanıdır. Əgər hər birimiz konstitusiyamızı anlasaq, Azərbaycan həmişəki kimi güclü və suveren dövlət olacaq. İndi isə gəlin hamımız bir yerdə and içək. Biz konstitusiyamıza hörmət edirik.